Ekrana nəsə gəlibsə ox vurun. Ben ok vurdum. Ben de vurdum. Ben de vurdum. Ben öbürü sol çiçeği. Bunu qeyd edeyim. Ne var? Reç diye neyse yukarıda görünür bende. Hə, çəkirəm də ona görə. Dilim Biraz diyeceğim. bir dəqiqə. Hadi. Ben bunu ha. Yazdınız. Bəli, müəllimə, siz bəli. Bəli, Yazdın. bəli. Anar yazdın. Bir dəqiqə. Kamera aç. Məndə müəllimə yazdım. 15 yazın görək. Əlrəhman salam. Kameranı aç balam. Müəllimə, mən yox gəlirəm. Bugün kameranı aça bilməyəcəm. Ya. Mən dinləyə bilərəm. Bəli, dərsi çəkirəm, göndərəcəm qrupa. Mənim orada 2, 4, 6, 8, 10, 12, 14 deyirəm. Orada 14 suala deyir, yoxsa həmin suala, məsələn, ikinci suala, dördüncü suala? Yox, 14 sualda cəmi yəni. Və hamısını bir yerdə bu qədər düzgün cavab yığıblar. Bəli. Müəllimə yazdım. Aha. Əl qaldırın. Uğur tapmısan? Bəli. Oxu görək. Evet. Melisa, Nuh, Mən də tapmışam. Aha, tamam. Bir, Gülgü ve Zeyn ve Susan Sasma şimdilimde 2, 4, 6, 8, 10, 12 veya 14 suala düzgün cevap verdiler. Sıralama farklı olabilir. Nuh Susan'dan 6 suala çok düzgün cevap verdi. Burada Nuh Susan'dan yani 6 ve daha çok olmalıdır. Burada Susan 2 olabilir. E, Susan 2. Susan 2 olabilir, 4 olabilir,
Bir də ki, 6. 6 ola bilər. E, Bu sus Nuh isə ola bilər 8, e, o 10, bir də ki, 14. Ben böyle Bir değilim. və 14. Burada Nuh Susanın 6 sual çox düzgün cavab verdi. Reynin düzgün cavablarının sayı Olivia'nınkinin 4 dəfə çoxdur. E, Olivia 2 ola bilər, 8 ola bilər, 2 ola bilər, Rain 8 ola bilər. Olivia bir də e, bunlar ola bilər və Olivia'ya 2 qoyduq. Rain isə olur 8. Deməli, Reyn 8, Olivia 2. Çünki bizə deyir ki, Reynin düzgün cavablarının, bax bu cümləyə əsasən, Reynin düzgün cavablarının sayı Olivia'nınkindən 4 dəfə çoxdur. Ona görə Olivia'ya qoydum 2, 2-ni 4-ə vuranda neçə edir? 8. Reyn oldu 8. Sonra Sonra Melissa və Gigi ümumilikdə Pierre'dən 6 dəfə çox suala cavab verdilər. Burada e, Melissa ola bilərdi 10, sonra bir də Gigi Gigi 14, 14. Bunların cəmi 24, 24-ü 6-ya böləndə 4, yəni Pierre də Pierre 4. 4. Bəli. Bax, Pierre-də Melisa və Gigi ümumilikdə Pierre'dən 6 dəfə çox düzgün suala cavab verdi. Melisa'ya yazdım 10, bax buna 14, buna 10 da yaza bilərsiniz, fərq yoxdur. Melisa'ya 10, Gigi'yə 14, cəmi 24-dür. 24 4-dən neçə dəfə böyüdü? 6 dəfə. Və Pierre 4-dür. Aha. Sonra biz də başda demişdik ki, e, Yunus Susanın 6 suala çox düzgün cavab verdi. Bəli. Burada gerdə qalan rəqəmlərə görə Susan 6 ola 6, bilər, Nuh da Nuh 12 da ola 12. bilər. Bəli, doğru Buna cavab. görə cavab B6. Bəli, düz, aferin. Qeyd edin. Ben de düzdüm. Ben de. Ben de düzdüm. Ben de düzdüm. Ben de düzdüm. Yaxşı. Kim yazmamışsa onlar qeyd eləsin. Ben giydilerdim. Ben de giydilerdim. Tamam, hamı qeyd eləsin uşaqlar. Silim. Bəli. Bəli. Sayın, hamıdan soruşacağım neçə dənə saydığını. Ben üç bucak soruşur. Bəli.
Ben saydım. Hamı saysın görək. İnci neçədən tapmısan? Ben 13 tane tapdım. Sən 13. O birinci. 16. Neçə? 16. Banu. 10 tane. 10. Uğur. Ondan o 15. 15. Fatimə. 15. Kamran. 16. Esmeralda. 14. Ben 16. Sonra Aylin. 15. Neçə? 15. Mürsəl. 15. Türkay. 16 benim. Anar. 15. 16. Əlrəhmən sən saymısan? Ben 10 de. Səndə 10 dənə. Yaxşı. İndi müəllimə saysın. Baxın. 1, 2, 3, 4, 5, 6. 6 dənə balacadır. Düzdürmü? Üstə gəl. 1. Bir də onun qabağında 2. 3, 4, 5. Bu da 6. 6. 6 dənə burada. Sonra böyüklər sayıram. 1, 2. 2 dənə burada. Bir də 1 və 2. 2 dənə də burada. Olur 16. Ben onu bayağı saymadı. Yox, bayaq bunu saydım. Tamam. Bunu. Ha. İndi bunu saydım. Bunu baxın, indi bunu saydım. Ben de dizdim. Mesela hiç olmasa bir defa da sayabilirsiniz. Ben bundan əvvəlki dəfə eləyəndə baxdım 16 tapmışdım ama indi sayəndə 15 tapdım. Bir dənə də sayım. Ben. Sayım da. 1, 2, 3, Ama 4, siz 5, 6. saydınız. İndi yazacağım yenə. Xahiş edirəm, lövhəni yazmayın. Birinci balacalar. Birinci balacaları yazdım. Elədi 6 dənə. Sonra 1, 2. Düzdür. 3. Bu da 4. Düzdür. 1. Bu da 2. Bura qədər aydındır. Ben. Ben. Sonra böyüklər sayıram. 1. Bu da 2. Bir də baxın bu. 2 dənə də burada. 1, 16. Aydındır. Ben. Bəli. Qeyd elədiniz. Ben. 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 Yaxşı, keçək 17-yə. Yazın görüm. Ama bu 10. Ha.
Mən yazdım. Kim yazıb əlini qaldırsın. Mən başa düşmədim. Düşmədi, müəllimə izah eləyər. Canın sağ olsun. Benimle ayağına gitmiyorlar. Get. Yaxşı, kim izah eləyər? Fatimə izah elə. Burada deyir ki, Sasma yarışında mükafat almaq üçün səhnədə bir sırada 9 nəfər dayanır. Onlardan 7-si 5-ci sinif şagirdidir. Şagirdlərdən 5 nəfər qızıl medal, 4 nəfər gümüş medal qazanıb. Verilir ki, gümüş medal mükafatçısı olan hər bir şagirdin hər iki tərəfində qızıl medal mükafatçısı olan şagird dayanıb. Qızıl medal mükafatçısı olan heç bir iki şagird yanaşı dayanmayıb. Sıradakı birinci və axırıncı şagirdlər 5-ci sinif deyil. Mən burada 9 dənə kvadrat çəkmişəm. Yəni ki, 9 dənə uşaq bir sırada dayanıb. Burada deyildiyi kimi birinci və axırıncı sırada şagirdlər 5-ci sinif deyil. Ondan sonra da orada deyirdi ki, gümüş medal qazanan hər bir şagirdin hər iki tərəfində qızıl medal var. Ona görə də ikinci kvadrata qızıl medal yazmışam. Üçüncü kvadrata gümüş medal, dördüncü kvadrata qızıl medal, beşinci kvadrata gümüş medal, altıncı tərəfə qızıl medal, 7-yə gümüş, 8-ciyə də qızıl. Burada toplam 4 dənə uşaq qızıl medal qazanıb. Axı 9 uşaq var. 8 Müəlliməm siz dedilər. Bəli, orada sakit. 7 dənəsi, bəli, mən 5-ci sinif uşaqdır. Hə, ikisini çıxmısan Hə, uje. tamam. Mənim necə onda 9 ola bilər? Sən qızılla başlamısan, gümüşlə. Qızıl. Qızılla başlayıb gümüşlə qurtardın. Xeyr, gümüşlə başlayıb qızılla qurtardım, amma birinci və axırıncını saymadım. Onda 7 uşaq qalmalıdır, axı sən 8 dedin. Ola bilər, qarışdırmışam, amma 7 uşaq. İndi cavabı nə tapmısan? 4 nəfər 5-ci sinifi qızıl medal qazanıb. 4 nəfər. Yaxşı, bir dənə də müəllimə izah eləsin. Deməli, 9 dənə şagird var. Qızıl, gümüş, qızıl, gümüş, qızıl, gümüş, qızıl, gümüş və qızıl. 9 şagirdi yazdım. Bizə deyir ki, gümüş medal mükafatçısı olan hər bir şagirdin hər iki tərəfində qızıl medal mükafatçısı olan şagird dayanıb. Ona görə də mən, baxın, gümüşün solunda da, sağında da qızıl. Gümüşün solu da, sağı da qızıl. Gümüşün solu, sağı qızıl. Gümüşün solu, sağı qızıl. Bu şəkildə yazmışam. Qızıl medal mükafatçısı olan heç bir şagird yanaşı dayanmayıb. Mən də yanaşı yazmamışam zaten onları. Bundan bu getdi. Sonra sırada birinci və axırıncı şagird 5-ci sinif deyil. Bizə deyir ki, 7-si 5-ci sinifdir. 7 dənəsi 5-ci sinifdir. Birinci və axırıncı 5-ci sinif deyilsə, doğrudan da elə mənim 9 şagirdim var. Birinci ilə axırıncını çıxsam, ortada neçə dənə şagird qalacaq? 7. 7 dənə şagird qalacaq. Deməli, bu 7 dənə qalan şagirdin 7-si də neçənci sinifdir? 5-ci 5-ci sinifdir. Bizdə də deyir ki, 5-ci siniflərdən neçəsi qızıl medal mükafatı keçir? 2, 3 dənəsi. Cavab işte. Məndə də belə. Məndə düzdür. Başa Mən düşdün, Fatimə? mən başda gümüşlə başlamışdım. Onu fikirləşmədim ki, onun da yanında qızıl medal dayanmalıdır. Diqqətli olmaq lazım. Məndə düzdür. Növbətiyə keçək. Edelin.
Mən qeydlədim. Hamı yazdı. Bəli. 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 Yaxşı. 18-i görək kim yazacaq. Mən oxuyamıram. Mən Niyə? oxuyamıram. Oxuyuram. Aşağı yaxında oxuyamıram. Aşağısı. Mən bunların tərəfini sayırım. Necə? Altta olan tərəflərini sayırım. Əlbəttə. Saymasaq deməzdik ki, bizə 600 rənglənib. Belə qapdı. Müəllimə. Aycan. Şimdi başa düşmediğimizi bıraxaq. Bəli, əlbəttə. Bir də baxın. Sakit. Ürəyimizdə eləyirik. Mən tapdım. Mən tapdım. Necə? Sakit. İnci nə tapmısan? Mən 20 tapdım. Sən 20 tapdın. O birinci. Məndən başa düşməmişəm. Əlini qaldırıb insan axı ona görə. Yaxşı. Fatimə nə tapmısan? Mən 18 tapmışam. Banu sən. Mən deyim. Banu. Banu səsi aç, mənə cavab ver. Mən hələ yazıram. Cavab ver də səhərdən Banu demişəm 3 dəfə. Mən deyim. Uğur sən nə tapmısan? Mən 20 tapmışım. Neçə? 20. Sən nə tapdın Anar? Mən 24 tapmışam. 24. Evet. Yaxşı, indi müəllimə izah eləsin. Bax, bizə deyir ki, kublardan neçəsinin ən azı 2 tərəfi rənglənib. Ən azı 2-dirsə, ən çoxu 3, 4, 5 və 6 ola bilər. Düzdür? Türkiyə sən neçə tapmısan? Mən 54 tapmışam. 54 dənəsinin ən azı 2 tərəfi rənglənib. Mən. Elə 54 dənə kub var da. Mənim çünki hamısı ən az Deyil. daha doğrusu bəzilərinin bir tərəf rənglənib. Hə də onları çıxmalıydı. Niyə çıxmamısan ki? Mən
Sadəcə 54-dən 8 çıxmışam. 8 O deyil, deyil. yaxşı. Qulaq as, yox 8 deyil. Kublardan deyir neçəsinin ən azı iki tərəfi rənglənib. Yəni biz ən azı iki tərəf deyirsə, deməli bir tərəfi rənglənəni və heç rənglənməyənləri çıxmalıyıq. Düzdürmü? 54-dən. Yerdə qalacaq ən azı 2, 3, 4, 5, 6 tərəfi rənglənəndir. Düzdür? Bəli. Deməli, baxın bu kuba. Bu kubun ancaq bir dənə üzü rənglənib, ortadakının. Görürsüz, qalanı içəridədir. Bəli. Sonra bunun qarşısında bir dənə üz var. Onda deməli bir dənə də burada. Bir burada, bir burada neçə elədi? Sonra burada üst üzə baxıram. Bunun və bunun 4 dənəsinin neçə üz rənglənib? O aşağıda da var onlar. 1. Onlar Deməli aşağıda da var. 4 4 eləyir 8. Burada da 1 2 3 4. 4 burada, 4 dənə də onun qabağında neçə eləyir? 8. Bir də uşaqlar, baxın bu kubun sırası var ya, bax bu kubun sırası ortada. Onların ümumiyyətlə heç bir üzü rənglənməyib, düzdür? Ortada neçə dənə kub var kubun sırasında? Heç biri rənglənməyib. 4 dənə, bəli, 4 dənə də burada. 22 dənə kubun bir və bir üzü rənglənib və heç bir üzü rənglənməyib. Deməli, dən də çıxacam 22-ni, qalacaq 32 nə? Kub. Deməli, 32 kubun 2 və ondan daha çox üzü rənglənib. Məndən də gəlmişdim. Məndən sonradan isə siz deməmişdən əvvəl. Mənim o iki necə oldu? Mən başa düşmədim. Bunu başa düşdün, 22-ni necə tapdıq? Kimin sualı idi? Əlrahman deyir. Mən. 22-ni bildin, necə tapdıq? Bəli. Hə, da cəmi 54 dənə kub varsa, 22-sini tapdıq ki, bir üzü rənglənib. Yerdə qalanının da deməli birdən çox üzü rənglənib də, yəni 2, 3, 4, 5, 6 üzü rənglənib. Ona görə 54-dən 22 çıxdı. Başa düşdüm mən. Başa düşdüm mən. Qeyd edin. Dedim. Dilim Bəli. 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 19-u yazın görək. Çəkəm. Yox. Mən tapdım. Neçə tapdınız? Mən 3101. Mən- 3011. mən 3011. başqa da tapmışam. Mən 3011. Başqa Esmeralda nə tapmısan? 3011.
Başqa. Mən Mən tapdım mən 2011. deyim. Mən deyim. 2011. Başa Mən deyim. 3000-ləri başa düşdüm. Başqa. Mən deyim. İnci sən də tapırsan. 211. Mən deyim. 2011. Türkər. Mən 2111. Bəli, 2000 Mən deyim. uşaq. Mən Mən bəli 2111, mən bir də 2201. Mən də elə tapmışam. Baxın, 5-ə bölmə əlaməti nədir? Sonu 0 və 5 ilə bitməlidir. Düzdürmü? Əgər qalıqda 1 alınırsa, yəni bir vahid böyükdürsə, deməli sonu ya 1 ilə bitəcək, ya da 6 ilə. Heç sonu 6 ilə bitənləri yazmayacağam, çünki cəm 5 olmalıdır. Ədədin biri 6-dırsa, o mənə vəbşə lazım deyil, çünki 5-i keçir. Deməli 2021-dən sonra 2031, amma rəqəmlərin cəmi 5 deyil. 2041 rəqəmlərin cəmi 5 deyil. 2051 rəqəmlərinin cəmi 5 deyil. 261 deyil. 271 deyil. 81 deyil. 2091 olmaz. 2101-də də deyil, amma Olmaz. 2111-in həm rəqəmlərinin cəmi 5-dir, həm də 5-ə böləndə qalıqda nə alınır? 1. Mən həm də ki 2201 tapmışam. O da ondan sonraki növbəti ədəd. Ona ehtiyac yoxdur. Bu birincini tapdıq bəs. Bəli. Mən də 2111 tapmışdım. Mən axı 2011-də oldu. Növbəti ədəd deyirik. 2011-in 2011 də olar, olar. Mən demirəm olmaz. Amma bizə deyir ki, 2021-dən sonra gələn növbəti ədəd. Yəni 2021-dən yaxın sonra ədəd. gələn birinci ədəd 2111. Yazdınız. Bəli. Yazdınız uşaqlar. Hamı yazdı. Bəli. Keçək o biriyə. Oy, yaxşı düşməyib. 2021-dən 21-i görüb kim yazar? Anar səsi bağla, səs gəl. Mən Mən tapdım. mən də tapdım. Tamam. Asan dedi. Ne görüm Mürsel? Müəllim, burada deyir ki, sahəsi perimetrinə bölünən xüsusi bir kvadrat çəkilir. Məsələn, tərəfin uzunluğu 8, uzunluğu 8 olan bir kvadrat xüsusi kvadratdır. Çünki onun perimetri 32, sahəsi 64-ün bölənidir. Demək, müəllim, bu kvadratın sahəsi demək, tərəfin uzunluğu 2020-dən qısa olan neçə xüsusi kvadrat var. Yəni, o elə rəqəmdir ki, 4-ə vurulanda onun perimetri, yəni onun 8-ə vurulanda onun sahəsini tapmaq olur. Aha. Bunun üçün ədədə vuranda 8 alınır. Tərəfinin uzunluğu 2021-dən qısa olan neçə xüsusi kvadrat vardır.
Xüsusi kvadrat, yəni məsələn uzunluğu 8-dir. Bu kvadratın perimetri 4-ə vurur, qalır 32. Sahəsi də onun 2 qatıdır. Yəni biz eləsi kvadratları tapmalıyıq ki, onun tərəfinin uzunluğu 2021-dən qısa olsun və sahəsi ədədin 8 qatına bərabər olsun. Birinci beləsi ədəd mən 8-in özünü tapmışam mən. Çünki 8-in 8 qatı onun sahəsidir. Mənim soram dalını başa düşmədim. Türkçə izah elə. Müəllimə burada deyir ki, tərəfin uzunluğu 2021-dən qısa olan neçə xüsusi kvadrat vardır? Deməli, müəllimə burada x vur x-i biz 4 vur x-ə bölə bilirik. Cavabda tam ədəd alınır. 1x-lə 1x, məxrəzdəki x-lə sürətdəki x ixtisar gedir və x deməli 4-ə bölünən ədədlərdir. Əvvəlcə birinci 4-dən başlaya bilməz. Çünki 4 elə bir ədəddir ki, onun perimetri də 16-dır sahəsi. Daha doğrusu müəllimə 4-lə də başlaya bilər. Deməli, 2020-ni götürürük ən son. Çünki 2020 4-ə bölünür. Çıxanda çıxırıq 2016 eləyir. Sonra 4-ə bölürük, 504 qalır. Sonra da üstünə 1 gəlməliyik. Çünki orada 1-ini saymadıq. O deyilir 505. Mən də elə tapmışam. Baxın, bir dənə də müəllim izah eləsin. Sahə nə deməkdir uşaqlar? Kvadratın sahəsini tapmaq üçün nə etmək lazımdır? Amma Tərəfə tərəfini tərəfə vurmaq Tərəfi lazım. tərəfə vurmaq. Perimetrini tapmaq üçün A tərəfini tərəfi 4-ə vurmaq. Bu buna bölünürsə kəsir xətti ilə yazacağam. Çünki kəsir xətti nə əməlidir? Bölmə əməlidir. Bəli. Hə, 4 bölmə. vurulsun A. İkisində də A var. A-na buradayım. Buradan da sildim, buradan da sildim. Qaldı A bölünsün 4. Kəsir xətti bölmə əməlidir. A bölünsün 4. Yəni A elə ədəd olmalıdır ki, nəyə bölünməlidir? 4-ə. 4-ə bölünməlidir. Bəli, 4-ə bölünən ədəd olmalıdır. Yəni 2021-dən kiçik 4-ə bölünən ədədlərin sayını tapmalıyıq. 2021-dən kiçik 4-ə bölünən ədədlər 4-də başlayır, 2020-də bitir. 2020-ni də bölüb 4-ə tapacam 505 ədədlərin nəyi? Sayı. Sayı. Amma mən düz tapmışdım onu da. Məndə də düzdür. Qeyd eləyin. Mən əvvəlcədən düz tapmışdım. Mahnı oxumayın. Müəllimə, mən cavabı 2020 almışam. 2020 deyil. İzah elədin? 2020 2020-dən qısa olan ən böyük həmin xassəsi olan Bəli, ən böyük ədəddir ki, 4. sahəsidir. Mən düz dedim. Bəli. Qeyd eləyin. Məndə düz idi. Silim. Bəli. Bəli. Yazın görək. Bak.
Baxım görmürəm. Müəllimi tapdım. Mən də. Mən tapdım. Yaxşı, bir də müəllim oxusun. Sally'nin yuyulub qurudulmalı olan bəzi paltarları var. Bircə dəqiqə gözləyin. Mən deyərəm. Mən tapdım. Sally'nin yalnız bir paltar yuyan maşını və bütün paltarları yumaq üçün bir ədəd quruducusu var. O istənilən vaxt yalnız bir paltar yuyub quruda bilər. Lakin onları istənilən sıra ilə yuya bilər. Əşyaların hər birinin yuyulması və qurudulması üçün tələb olunan vaxt aşağıda göstərilmişdir. Bütün əşyaları yuyub qurutmaq üçün ona ən az neçə dəqiqə vaxt lazımdır? Hansından başlayaq? Mən ən böyüyündən, şortda. Dressdir ən böyüyü. Şortdan başlayım, dressdən. Dressdir müəllim ən böyüyü. Şortdan başlayın. 4'da 9. Fatma yazmısan? Bəli. De görək. Mən burada yazmışam ki, şortun yuyub qurudulması üçün 3 və 9 dəqiqə lazımdır. Yəni ümumi 12 dəqiqə şortu biz yuyub qurutmaq üçün 12 dəqiqə vaxt sərf etməliyik. Şort köynəyin şey olması üçün, yuyub qurudulması üçün bizə ümumi 4 və 2 dəqiqə lazımdır. Paltarın yuyub qurudulması üçün isə bizə ümumi 14 dəqiqə lazımdır. Mən burada şortun yuyulub Tutamısan. qurudulması üçün 9 və 12 dəqiqə arasında vaxt lazımdır. Köynəyin qurudub yuyulması üçün 4 və 6 dəqiqə arasında vaxt lazımdır. Paltarın qurudub yuyulması üçün isə 8 və 14 dəqiqə arasında vaxt lazımdır. Ümumi 21 dəqiqə vaxt sərf etmişəm. 32 deyil. Müəllimi 32-dir. Bizə ən Bəli. az deyir də, ən az deyir. Qulaq asın görək. Deməli, gəlin başlayaq bir-bir. Məsələn, bundan başlayıram. 4 dəqiqəyə bunu yudu. Gəlin görək hansı ən az o. Birinci bundan başlayıram. Sonra bu normal sırayla gedirəm. Hələ ki. 4 dəqiqəyə bu yuyuldu. 2 dəqiqəyə bu quruyanda, düzdürmü? 2 dəqiqəyə bu quruyanda atıram paltarı yuyulmağa. Bu quruyur. Bunun da 2 dəqiqəsi gedir axı uje. Düzdür? Amma 6 Bu dəqiqəsi quruya quruya. Bunun 2 dəqiqəsi bu yuyulur. Bunun neçə dəqiqəsi qalır? 6 dəqiqəsi. 6 dəqiqəsi. Bu 6 Altı dəqiqə dəqiqə. yuyulub qurtardı. İndi 6 dəqiqəyi quruyur. Bu 6 dəqiqəyi quruyub qurtarana qədər bu 3 dəqiqəyi yuyuldu uje. Yuyuldu. 9 dəqiqəyə də bu qurudu. Ona artıq Bu saniyə. cəmi eləyir 6, bu eləyir 3-dən 6, 18, bu oldu 27. Niyetdim. İndi sıranı dəyişirəm. 2, birinci bundan başlayıram. Sonra bu, sonra bu. 2, 1, 2, 3 belə. Bu 8 dəqiqəyə yuyuldu, 6 dəqiqəyə qurudu. Bu 6 dəqiqəyi quruya-quruya bu uje yuyuldu, qurtardı. Düzdürmü? Bəli. Sonra bu 2 dəqiqəyə qurudu. Bu Qurudu. quruya-quruya bu 1 dəqiqəsi 1 dəqiqəsi qaldı. Bu da üstünə də 9 gəlirəm. 10, 12, 24. Yox, 10, 12, 26. qaldı. Bu oldu 26. Sonra indi 1, 3, 2 belə eləyirəm. 1, 2, 3 belə. 8 dəqiqəyə bu yuyuldu. 6 dəqiqəyə bu qurudu. Bu quruya-quruya bu uje yuyuldu, qurtardı. Sonra bu quruyur. 9 Bu dəqiqə. quruyub qurtarana qədər bu yuyuldu, qurtardı. Üstünə də 2 gəlirəm. 14, 11 neçə elədi? 25. Sonra indi belə eləyəcəm, baxın. Şortdan başlayır. 1,
3, yox 3 yox. 1, 2. 2. Deməli 4 dəqiqəyə bu yuyuldu. 2 dəqiqəyə qurudu. Bu quruya bunun 1 dəqiqəsi qaldı. Sonra bunun 9 dəqiqəyə qurudu. Bu 9 dəqiqəyə quruyana qədər bu 8 Harda? dəqiqə yuyuldu qurtardı. Üstünə də 6 gəldirəm. 6, 7. 7 üstünə 9, 16. 16 üstünə 6, 20. 20. Qaldı bir dənə şortdan başlamaq. Gəlin şortdan da başlayaq. Onları da yazaq, bitsin. Birinci 1, 2, 3 belə edirəm. Deməli 3 dəqiqəyə bu yuyuldu, 9 dəqiqəyə qurudu. Bu 9 12. dəqiqəyə quruyana qədər bu yuyuldu, qurtardı. 6 dəqiqəyə bu quruyur. Bu 6 dəqiqəyə quruyana qədər bu yuyuldu, qurtardı. 2 dəqiqədə qurudu. 12, bu da 8. Elədi 20 dəqiqə. İndi belə eləyirəm. Deməli 3 dəqiqəyə bu yuyuldu, 9 dəqiqəyə nə oldu? Qurudu. Bu quruyanacan bu yuyuldu, qurtardı. Sonra bu qurudu. Bu quruyanacan bunun 6 dəqiqəsi qaldı. Bu da 6 dəqiqəyə də qurudu. 12, 14, yenə 26. Ən az hansı oldu? 20. 20. 20. Başa düşdünüz? Hamısını qeyd edin. Mən də düzdür, mən çıxa bilərəm. Hamı çıxırdı, onsuz da gözdə görə. Cavab 20 oldu, yoxsa 26? 20. Məm evə tapşırıq atacaqsınız. Silin bunu. Bəli. Yazdı hamı. Bəli. Bəli. Yaxşı, bir dənə gözlə. Mən tapşırıqları atarsınız. Hə? Tapşırıqları atarsınız. Tapşırıqları atacağım. Bir dəqiqə gözləyim, bir dənə rekordu dayandırım. Bir dənə gözləyin.